kimi son zamanlar televiziyada bir sıra islahatlar oldu və yeni verilişlər yayıma başladı. Hazırda hansı verilişlərə baxırsınız? Hazırda mən Azərbaycan televiziyasına heç baxmıram. Nəyə görə? Çünki maraqlı bir şey yoxdur. Bizim dövrdə olan proqramlar, tərbiyə, əxlaq indiki televizorlarda yoxdur. Bəs nə tip verilişlər olsa maraqlı olar sizə? Verilişlər məni ilgiləndirmir. Geyimlər məni maraqlandırır ki, istər xanımları, istər bəyləri. Elə viddə, elə fasonda çıxırlar televiziyaya ki, inan Allaha, mən bu yaşımda, 65 yaşımda mən xəcalət çəkirəm. Hal-hazırda heç bir verilişə baxmıram. Nəyə görə? Bəzi aparıcılara görə deyək, belə, heç birini. Nəyə görə? Mənasız verilişlər. Verilişlərin keyfiyyəti yaxşıdır. Keyfiyyətsiz verilişlər var idi, çıxartdılar onlar efirdən, çox sağ olsunlar. Qalanlar normaldır. Baxmıram deyə bir şey deyə bilmərəm, bir fikir bildirə bilmərəm. Ümumiyyətlə televizora baxmıram. Nəyə görə? Nə vaxtım olmur. Elə sosial media elə bil ki, mənim ehtiyaclarımı ödəyir də, yəni ona görə televizora baxmıram. İctimaiyyətə baxıram, məsəl üçün milyonçu şou, kim milyonçu olmaq istəyir. Cəmaət nə deyər veriliş var, o verilişdə baxıram. Hərdən bir sosial verilişlərə baxım, belə də maraq üçün, belə baxıram. Lalə Azartaşın verilişi baxıram, təsir dairəsi. Belə də Verilişlərin keyfiyyətsizliyi qane edir. elə də yox. Başqa verilişlərdən fərqi olaraq bəzi verilişlər bir keyfiyyətlidir. Əsasda ictimai kanalda 4K sistemində, funksiya sistemində ictimai kanalda belə qane edir bəzi şeylər. Həm marağım yoxdur, həm də vaxtım yoxdur, belə deyim. Əsas təhsillə bağlı, ya karyerlə bağlı və ya idman xəbərləri bəzən olur, belə baxıram. Azərbaycanda klassik musiqiyə önəm verən verilişlər olsa və ya idmanı daha, məsələn futbolumuzu idmanı daha önlü plana çıxardan verilişlər olsa daha məncə yaxşı olar. Reklamlar olmasa hə. Reklamlar çox olur. Əsasında YouTube-da baxırsan reklamlar çox gəlir. Hə, o biraz bezdirici olur. Əsasən mən xəbərləri izləyirəm, ən çox. Bir də siyasi məsələlərə daha çox vaxt ayırıram. Verilişlərə baxmırsınız? Əyləncəli verilişlərə yox, demək olar ki. Nəyə görə? Yəni zamanım yoxdur kifayət qədər. Komedxanaya. Komedxanaya. Yəni verilişə baxmıram. Nəyə görə? Gülməlidir də ona görə. İdman verilişlərinə çox baxırım.